Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib. Hadisə Dünən rayonun Şahhüseynli kəndində qeydə alınıb. Xəbər verilir ki, kənd sakini 94 yaşlı Güldəstə Ağalarova və nəvəsi 39 yaşlı Ramin Ağalarov yaşadıkları ünvanda dəm qazından zəhərləniblər. Güldəstə Ağalarova hadisə yerində ölüb. Ramin Ağalarov isə xəstəxanaya yerləşdirilib. Mərhumun qızının sözlərinə görə onlar hadisə yerinə gələn zaman artıq Güldəstə Ağalarov həyatını itiribmiş. Təbibdən xəbər verilir ki, 39 yaşlı Ramin Ağalarova zəruri tibbi xidmətlər göstərilir və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.